Brabus'un çox böyük bir proyektləri gördüm, reklam kimi olmasın. Yəni Azərbaycanda bugünkü günə ən bahalı avtomobil biz yığmışıq. Elə bir xidmət göstərir ki, hansı ki almanlar eyni şey 300 minə görürlər. Biz onu yarıdan da aşağı qiymət edilmiş və Almandan da keyfiyyətli, Almandan da gözəl. Yəni niyə görə deyirlər ki, Azərbaycanda yığılıbsa, mənə o çatmır ki, hə bu Azartda yığılır, kommentdə yazırlar, hə bu şeydə yığılıb. Yəni düşün ki, bu Almanda yığılsa, sən əl çalırsan, bravo deyirsən. Amma orada da Azərbaycanlı kimi bir insandır. Onun da iki əli var, onun da iki ayağı var, onun da biliyi var. O yığanda yaxşı olur, bizdə yığanda pis olur. Niyə görə sən öz millətivi, öz insanıvı alçaldırsan ki, bizdə yığılan necə olacaq? Necə olacaq? Yəni düşünün ki, biz onlardan güclü ola bilərik, onlardan daha yaxşı ola bilərik, ağıl ağıldan üstündür. Yəni mənim ustalarım, bizim uşaqlar, bizim peşəkarlar elə bir işlər görürlər ki, bugünkü gündə biz danışırıq İtaliyana, Almaniyanı, mən dünyanı gəzməyi çox sevmişəm. 52 ölkədə olmuşam bu günə qədər və hamının əlaqə qururam, göstərirəm ki, biz nə işlər görürük sizlə və onlar sadəcə deyirlər ki, bravo. Doğrudan da biz elə bir şeylər görmüşük ki, hansı ki, onlar hələ indi bəzi şeyləri başlayırlar o yolları görməyə. Yəni, Made in Azərbaycan o demək deyir ki, pisdir, dostlar. Yəni, bizdə yığılan avtomobil heç bir geridə qalmır. Yəni düşünün ki, mən 10 il bundan əvvəl yığdığım avtomobillər hələ də küçələrdədir, hələ də gözəl sürülürlər maşınlar.